Azərbaycanda bir ailə evə qonaq gəlirsə və özünü varlı göstərmək istəyirsə, hansı məhsullar almalıdır? Gəlin gedək baxaq. Deməli, qənd qabının altına qəndlər yığırsınız, üstünə noğullar yığırsınız, ucuzdan bahaya doğru, ən üstə də bahalı bu şokoladları yığırsınız, Mozart şokoladları. Qoy qonaq gəlsin, görsün ki, siz çox varlısınız, pullusuz. Deməli, qonaq gələndə bunu götürürsünüz, açılmamış şəkildə qoyursunuz masanın üzərinə. Onsuz da bunu qonaq risk eləyib açmayacaq. Bunu da yanına bir dənə balaca qənd qabı qoyursunuz, noğul zad qoyursunuz. Utandığından elə noğulla götürüb içəcək. Bunu da hər dəfə başqa qonağın qarşısına qoya bilərsiniz. Yəni ki, dekor kimi. Şirniyyata gəldikdə isə özünüz şirniyyat bişirmək əvəzinə bu şəkildə alıb masanın üzərinə yığa bilərsiniz. Onsuz da insanlar təxmin eləyə bilmirlər, ucuzdumu yoxsa bahadımı. Bir dənə qəşəng qaba qoysanız elə biləcəklər ki, ən bahalısındandır. Deməli, bu drajelər özünü varlı göstərmək üçün ən ideal seçimdir. Nə edirsiniz? Bundan bir ovuc alırsınız, balaca bir ovuc alırsınız draje. Altından qəndləri yığırsınız, ucuz konfetləri yığırsınız, üstündən drajeni yığırsınız. Elə bilirlər ki, bütün qənd qabı hamısı bu drajelərdən doludur. Masanın üzərində hər zaman şüşə qabda olan belə sudan olmalıdır. Yəni ki, içinə adi suda doldura bilərsiniz. Əsas görsənsin ki, şüşə qabda su var, deməli siz varlısınız, imkanlısınız. Daha üst səviyyəli belə bir meyvə şirəsi alırsınızsa, məsləhət görürəm ki, bunu masanın ən əl çatmaz yerinə qoyun, ən uzağa qoyun, əl çatmasın. Belə götürməyə utansınlar. Yaxına isə daha ucuz meyvə şirələri qoyun ki, süzüb ondan içsinlər. Şokoladlar hal-hazırda çoxsu Arazda endirimdədirlər. Üstü belə dizaynlı salfetlərdən alırsınız ki, bahalı görsənsin və salfetləri də ortadan 4 yerə bölürsünüz. Ortadan bir dəfə qatlayırsınız, hər boş qabın yanına qoyursunuz.